Salam dəyərli izləyicilər, bu icra başçısı özünə müavin axtarır. Belə bir maraqlı xəbəri diqqətinizə çatdıracağım. Videonu bəyənə bilərsiniz və burada üstəgəl işarəsinə toxunaraq digər məlumatlarımızı da izləyə bilərsiniz. Dəyərli izləyicilər, İmişli rayon icra hakimiyyətində başçının 2 müavini postu vakant olaraq qalır və ictimai siyasi və humanitar məsələlər üzrə müavin vəzifəsini əvvəllər həmkarımız Ruslan Eldaroğlu icra edirdi və o 2024-cü ilin aprelin 1-də şəxsi ərizəsi əsasında vəzifəsindən ayrılıb, digər müavin vəzifəsi isə artıq 2 ildən çoxdur ki, boşdur. İcra hakimiyyətindəki mənbənin bildirdiyinə görə icra başçısı Elçin Rzayev bir neçə təcrübəli şəxsə bu postları təklif eləsə də onunla işləməyə razılıq verən olmayıb. Mətbuatazın məlumatına görə qeyd olunur ki, bu başçının sərt və tələbkar xarakteri ilə əlaqələndirilir. Əgər sonuncu cümlədə deyilən doğrudursa, təbii ki, Azərbaycanda bəlkə də çox nadir adamlar tapılar ki, belə bir postda işləmək istəməsin. Sadəcə, necə deyərlər, görünür ki, orada yaxşı çaqçuq yoxdur deyə, belə deyə o müavin postları xeyli müddətdir ki, boşdur.